Mədən niyə qıcqırır? Bunun səbəbini tapsan, bu problemdən bir dəfəlik qurtula bilərsən. Yəni qardaş, sənin mədən niyə göynüyür, niyə yanır? Elə bir mədənin içində ocaq qalayıblar. Yanığı bura qədər gəlir. Çünki qidalanman düzgün deyil. Nəticədə mədənin turşuluğu artıb, o da mədə səpkisinə səbəb olub. Bəs bu problemdən necə qurtulaq ki, mədə yanmasına son qoyaq? Hə, ekrandakı ürəyi qızart, ətraflı izah edeyim. Sənə lazım olan Gastrofix tabletkadır. Çünki bu tabletkadan çeynəmə tabletdir. İstifadə etdiyiniz zaman mədə turşuluğunu azaldır, mədə divarların qorumaya alır. Nəticədə də mədənin özün sağaltma prosesini işə salır. Elə ilk istifadədən turşuluğun azalmasına, yanığıdır, qızqırmadır, bu problemlərin dayanmasını özünüz müşahidə edəcəksiniz. Bir kurs müalicədən sonra isə mədə səpkisinə tamamilə son qoyur. Ölkənin bütün apteklərində var. Olmasa əczaçılarımızdan xahiş edin, zakaz verib gətirsinlər. Bu tipli videoların davamı üçün məni takip edin ki, sağlamlığınızın qeydinə qalın. Əzazsınız. Bal oğlanlar hər zaman sağlam qalasınız.